Gecə Bakıda polis əməkdaşları əməliyyat keçirdi. Silahlı müqavimət görən polis əməkdaşları atəş açmağa məcbur olublar. Xəbərin detallarına keçməzdən əvvəl buradakı üstəgələ də toxunun ki, kanala abunə olasınız. Bəli, görüntüləri siz də görürsünüz. Ötən gecə Bakıda polis əməkdaşları əməliyyat keçiriblər. Axtarışda olan şəxsi saxlamaq istəyən zaman həmin şəxs və onunla birlikdə olan digər bir şəxs polisə silahlı müqavimət göstərib. Belə ki, əvvəllər dəfələrlə məhkum edilmiş Salih Valihovun saxlanılması zamanı onunla birlikdə olan əvvəllər dəfələrlə məhkum olunan İlqar Aslanov balta ilə polis əməkdaşlarına müqavimət göstərib. Polis əməkdaşları tərəfindən tabe silahı tətbiq edilməklə Aslanov saxlanılıb, o xəstəxanaya yerləşdirilib, Salih Valihov isə istintaqa təhvil verilib. Artıq cinayət üzrə istintaq tədbirləri davam etdirilir, araşdırmalar aparılır.